2020-ci il 27 sentyabr Vətən müharibəsi. Təbii ki, Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılmış bir şanlı qələbəmiz. Həmin qələbəni bizə yaşadan Azərbaycan zabitləri, Azərbaycan əskərləri və Azərbaycan xalqıdır. Təbii ki, Ali Baş Komandanımız İlham Əliyev cənabları başda olmaqla. Həmin qəhrəmanlarımızdan biri də Nail İbrahimlidir. Bugün Nail İbrahimlinin mövlududur, yəni anadan olduğu gündür. Nail İbrahimli 1994-cü ildə 4 Martda dünyaya göz açmışdı. O hələ uşaqkən qəhrəmanlıq seçildi. Məhz bu qəhrəmanlığı da onu hərb sahəsində təhsil almağa gətirdi. Bir sərhədçi olaraq Azərbaycan sərhədlərini qoruyan Nail hər zaman düşmənin bizim sərhədlərdə at oynatmasına göz yuma bilmirdi. Hər zaman içində bir torpaq sevgisi, o torpağı azad etmək bir sevgisi var idi içində və 2020-ci il 27 sentyabr Vətən müharibəsi başladığı zaman Nail İbrahimli də döyüşlərə atıldı. Bir çox uğurlu əməliyyatlarda iştirak edən qəhrəmanımız düşmənin kabusuna çevrilmişdi. Lakin 8 noyabr 2020-ci ildə qızğın gedən döyüşlər nəticəsində qəhrəmanımız qəhrəmancasına şəhid oldu. Ali Baş Komandanımız İlham Əliyev cənabları qəhrəmanımızın xüsusi qəhrəmanlarını nəzərə alaraq Nail İbrahimli Vətən müharibəsi qəhrəmanı adı ilə təltif etdi. Biz də Milli Qəhrəmanlar Təşkilatı və Vətən Qəhrəmanları Cəmiyyəti olaraq qəhrəmanımızın ailəsinə başsağlığı veririk. İnşallah haqq dünyasında qəhrəmanımızla görüşməyi Allah bizə nəsib edər. Allah rəhmət etsin.